Salamlar hamıya, xoş gəldiniz videomuza. Bugünkü videomuzda isə Azərbaycan dili hazırlığı haqqında danışacağıq. Keçən dəfəki videomuzda riyaziyyat hazırlığı haqqında danışmışdıq. Bugünkü videomuzda isə Azərbaycan dili haqqında sizə tövsiyələr verəcəm. Hazır buraxılış imtahanı yaxınlaşır, getdikcə zaman daralır. Və Azərbaycan dilindən mənim sizə tövsiyələrim nələrdir? Gəlin onlara baxaq. Burada 4 başlıq yazmışam və bu 4 başlıq üzrə öz fikirlərimi sizə qeyd edəcəm. Deyəsən artıq 36 ya 37 gün belə qalıb buraxılış imtahanına və bu müddəti necə dəyərləndirə bilərik? Harda olmalıyıq? Hansı vəsaitlərdən işləməliyik? Qrammatika, mətin, bunları necə sintez eləməliyik və s. bu haqda danışmaq istəyirəm. Gəlin başlayaq birinci başlığımız ilə. 1. Proqram məsələsi. Bunun haqqında qısaca danışaq. Proqramda harda olmalıyız? Əlbəttə ki, sizin hazırlaşmanızdan asılıdır, amma artıq bir aya yaxınlaşırıq, son bir aya yaxınlaşırıq. Buna görə də əlbəttə ki, sonlarda olmalısınız. Bizim artıq belə deyək də xitab və ara sözlərə başlayacağıq 1-2 gün ərzində. Bundan sonra da artıq o qədər belə deyək, çoxlu mövzumuz qalmayıb. Əsasən tabelilik, tabesi mürəkkəb cümlədir, cümlə üzünə görə təhlil, durğu işarələri və s. bu kimi bölmələr qalır. Bunlar da hardasa 2 həftəyə düşünürəm ki, bitirəcəyik. Deməli, mətnlərdə isə xüsusi bir belə deyək də ardıcıllıq olmadığına görə mətnlərdə harda olmağınız tamamilə sizdən asılıdır. Belə, yəni proqramda əsasən çalışın ki, artıq test toplusu üzrə ikinci hissənin ortalarından biraz da irəlidə olasınız. Belə, ikinciyə keçirik. İkinci isə vəsaitlər haqqında məlumatlar vermək istəyirəm. Vəsait hansı vəsaitlərdən işləmək olar? Əlbəttə ki, ən birinci DİM-in Dövlət İmtahan Mərkəzinin test topluları bizi qarşılayır. Birinci hissə 2023 test toplusu və onun yanında da ikinci hissə test toplusu bizim yanımızdadır. Bu iki test toplusunu tam işləyən şagird buraxılış imtahanına tam hazırdır. Çünki mən bəlkə də keçən dəfəki videoda demişəm, Dövlət İmtahan Mərkəzinə vəsaitlərini tam işləyən şagird istənilən, yəni DİM imtahanına hazırdır. Əlavə vəsait işləməyə ehtiyac yoxdur. Əlavə vəsaiti biraz da özünü gücləndirmək üçün işləyə bilər. Lakin yenə də mən deyə bilərəm ki, mən DİM-in vəsaitlərindən başqa hər hansısa bir məsələn kursunun və yaxud nəşriyyatın vəsaitini tam bitirməmişəm. Elə Dövlət İmtahan Mərkəzi, tək Azərbaycan dili üçün demirəm bunu, digər fənlərdə də bunu qeyd edə bilərəm ki, hər birindən DİM-in test toplarını tam bitirmək imtahan üçün kifayət edir. Xüsusilə də buraxılış imtahanı üçün tam kifayət edir. Blok üçün biraz əlavə hazırlığa ehtiyac olur. Çünki biraz çətin daxil səviyyəsi, amma buraxılış üçün yəni tam bəs edir. Yəni əsasən bu DİM-in test toplarıdır. 2025 test toplarında çıxıb bilirsiniz ki, bu yaxınlarda həmin test toplarında da mətnlərdə artım müşahidə olunur. Qrammatikada o qədər ciddi bir fərq zaten yoxdur. Mətnlərdə də yenə əvvəlki mətnlər saxlanılıb. Bir-iki mətn çıxarılmışdı deyəsən. Dəqiq bilmirəm, onun səhvi varsa düzəldərsiniz. Deməli, bir-iki mətn çıxarılıb, yerinə ona yaxın mətn əlavə olunub. Ona görə də ciddi bir fərq yoxdur. 2025-i də işləyə bilərsiniz, 2023-ü də işləyə bilərsiniz. Arada ciddi bir fərq yoxdur. Əsas odur ki, ikisindən biri mütləq işləyin. Yəni DİM-in mətnlərini birinci növbədə bitirin, sonra digər vəsaitləri mətnlərinə keçin. Birinci növbədə bunu qeyd edək. Vəsait olaraq mütləq DİM bitsin, sonra o birlərə keçin. Ya da ki, yəni imtahana kimi DİM-də boşluq qalmasın. O biri vəsaitlərdə yarımçıq qalan ola bilər. Lakin DİM-də qalmasın. Çünki əsas bizə DİM önəmlidir. Sonra DİM-in növbəti vəsaitindən danışaq da keçək digər nəşriyyatların vəsaitlərinə. DİM-in növbəti vəsaiti 20 sınaq deməli test kitabçasıdır. Kitabça deməyək, kitab deyək. 20 sınaq testidir. Hər videoda bunları tövsiyə edirəm. Azərbaycan dilində də yenə tövsiyə edirəm. Çünki 20 sınaqlar dediyimiz kimi DİM-in özünün nəşriyyatı olduğuna görə, DİM-in belə deyək, logosu olduğuna görə üstündə rahatlıqla güvənərək işləyə biləcəyiniz bir vəsaitdir. Və bu 20 sınaq kitabımızda deməli, adından da göründüyü kimi 20 sınaq mövcuddur. Onu mövzu sınağı, onu isə ümumi sınaqdır. Bu vəsaiti mütləq və mütləq tam bitirin. İmtahana kimi bitirin. Biz də artıq buna başlamışıq. Çünki artıq demək olar ki, proqramın sonlarındayıq. 1-2 bölməmiz qalıb. Ona görə artıq 20 sınavdan da işləyə-işləyə gedirik. Bunu da mütləq şəkildə tövsiyə edirəm. Mütləq işləyin. Yəni DİM-in bu 3 vəsaiti, 2 toplu, bir də 20 sınaq. Ən vacibləri. Bunları işlədirsə hazırsınız. Amma əgər belə deyək də biraz da test işləmək istəyirsə, əlbəttə çünki mətn işləmək üçün DİM biraz azdır. Düzdür, kifayət eləyir. Lakin ürəyiniz rahat olmanı istəyirsə, əlavə mətn işləmək istəyirsinizsə,
deməli güvən işləyə bilərsiniz, elm işləyə bilərsiniz. Sonra məndə olan bu mücrü kitabı ikinci hissə işləyə bilərsiniz. Amma belə bir şey var ki, mücrü ikinci hissə biraz motivasiyamızı qıra bilər. Çünki belə deyiləm, mən şəxsən bu kitabı işləmişik biz. Yəni hazırda kursda bunu işləmişik və bu kitab biraz çətindir. Dimdən dəfələrlə çətindir deyərdim hətta. Ona görə yorur adamı. Yəni dimə bu qədər belə deyək, bu çətin səviyyədə düşmür. Bəzi sual tipləri də var ki, həqiqətən yorur. Qrammatikası da dəhşət çətindir. Yəni buraxılış səviyyəsində heç deyil. Yəni bir xeyli vaxt da aparır. Ona görə də belə deyirəm, dim bitibsə, əgər material yoxdursa bunu işləyə bilərsən. Amma belə birinci olaraq bunu işləyib sonra dimi axıra saxlamaq yox. Yəni bunu o qədər belə deyim də mütləq işləyin deyə biləcəyim bir kitab deyil. Çünki həqiqətən səviyyəsi çətindir. Mən özüm şəxsən bunu işləyəndə ağır idi də, yəni səhvim çox çıxırdı, ədəbiyyatda çox çıxırdı. Məsələn, Azərbaycan dili üzrə belə ortalama 100 baldan ortalamasına üzrə desək 80 bal təxminən belə çıxırdı. Amma dillə işləyəndə maksimum yazıram çox vaxt mətni. Bir dənə səhv çıxır ya çıxmır, o da ki, belə sadə sual, texniki səhvlərdir. Amma bu kitabda həqiqətən çox səhvim çıxırdı. Ona görə biraz adamın motivasiyasını öldürür, amma işləyə bilərsiniz yəni də istəyirsinizsə. Bir də MHM kitabı var. Düzdür, bu da buraxılış üçün aid deyil. Yəni buraxılış üçün tövsiyə eləməzdim, lakin nə mən də tövsiyə etmişdim testlərini. Amma qayda olaraq həqiqətən sevdiyim qayda kitablarından biridir. Çünki iki qayda kitabı var məndə. Güvən də var idi, amma o artıq söhbətdə onu heç işlətmirəm. Bir də hədəf. Bu ikisi hədəf məşhurdur. Ən çox işlənən qayda kitabıdır bəlkə də. Hədəfin qayda kitabı. Bu da yaxşıdır. Amma MHM ondan daha yaxşıdır. MHM daha belə deyək, xırdaçı qaydalar verir. Əgər belə deyək, mükəmməliyyətçi birisinizsə, qayda öyrənərkən belə tam öyrənmək istəyirsinizsə, belə yəni tam da, yəni maksimuma köklənmisinizsə, tək bu bəs eləmir. Çünki burada yəni dimdən dimə aid olmayan, dimin fərqli qəbul etdiyi qaydalar mövcuddur. Məsəl üçün hansısa bölmədə idi ki, deyəsən mən fikir vermişdim, bu kitabı güvənim azalmışdı, yəni. Hansısa bölmədə idi, deyəsən o müştərək xəbərli cümlələrdən danışanda qeyd eləmişdilər ki, orada məsələn bir mübtədaya iki xəbər aid olanda, əgər xəbərlərin məsələn zamanları fərqlidirsə, bu yenə mürəkkəb cümlə götürülür, şəkilləri fərqlidirsə, biri ismi, biri feili xəbərsə, belə bir qayda bəlkə də oxumusunuz, görmüsünüz. Amma dim belə qəbul eləməmişdi bir sualda. Yəni burada belə yazmışdı, amma dimdə elə deyildi. Ona görə bu kitabı biraz güvənim azalmışdı o dövrdə. Amma MHM həqiqətən qaydaları yaxşıdır. MHM-in qaydası yaxşıdır. Bu kitabın həm qaydaları var, həm də içində test var. O vaxt almışdım ki, mən bunu işləyərəm, amma sonradan dedim ki, bunu dim bəs eləyir, yəni. Mətnləri var, mətndən amma işləyə bilərsiniz. Özüm işləmişəm mətndən, amma vaxtınız varsa, əlavə vaxt qalıbsa, çünki mən elə 20 sınağı işləyirəm, ona görə əlavə eləmirəm. 20 sınağı tam belə qəşəng işləyirəm ki, əlavə bir şey ehtiyac qalmasın. Amma MHM-i deyirəm ki, yəni qayda oxumaq istəyirsə, qəşəng qayda oxumaq istəyirsə, MHM-in qayda kitabı mən tövsiyə edirəm şəxsən, çünki qaydaları həqiqətən qəşəngdir. Belə, vəsaitlərdən də bu qədər. Bunları qoyaq kənara. Vəsait məsələsi bu qədər. Yəni dediyim kimi, əsasən dim işləyin, vaxtınız qalırsa, əlavə vaxt qalırsa, başqa vəsaitlərə də vaxt ayıra bilərsiniz, amma dim birinci növbədə gəlməlidir əlbəttə ki. Çünki bəzi mövzular var ki, dimlə başqa bir nəşr fərqlənə bilər. Ona görə dimə üstünlük verir. Keçirik üçüncüyə, qrammatika haqqında biraz danışaq. Danışaq qrammatika haqqında. Deməli, qrammatikadan Azərbaycanla bilirik ki, bizdə ümumi 100 balını 25 balını, qrammatika 75 balını isə mətnlər verir. Yəni qrammatika çox kiçik bir bal verir ümumi nisbətdə baxanda və təsəvvür edin 2 dənə toplu bitiririk. 2 toplu bitiririk qayda üzrə. Cəmi 25 bal üçün. Həqiqətən adama az gəlir. Ona görə də mən belə deyək, qrammatikaya necə yönəlməyinizi istəyərdim. Birinci hissə və ikinci hissə test toplusunu dəfələrlə işləməyə heç ehtiyac yoxdur. Yəni bir dəfə işləmişsən bəs eləyər. Belə deyə bilərəm. Yəni bir dəfə əgər işləmişsə dimin toplarını, hər iki topunu bir dəfə bitirmişsə, lazımi buraxılışa düşən materialı bir dəfə ilə bəs eləyəcəksiniz. Yəni tam işləyib həqiqətən anlayaraq yazmısınızsa, bir dəfə bəsdir. Artıq ikinci dəfə, üçüncü dəfə təkrar işləməyə ehtiyac yoxdur, demin test toplarını. Çünki qrammatikadan bizə o qədər dəhşətli sual düşmür, o qədər ağır sual düşmür. Bəzən bir dənə falan qəşəng sual düşür belə, yəni yorucu bir sual düşərlər, amma buraxılışa o qədər yox. Bir dənə düşər maksimum, o da ki, yəni elə bir dəfə işləməklə bəs eləyəcək tipdir. Yəni ona görə də qrammatikaya çox xüsusi bir haqqında danışmayacağam. Amma bəzi şagirdlər də var ki, deyir ki, hə, əsas mətndən balını toplayacağam, qrammatikadan balını zaten toplayacağam, qrammatika rahatdır. Amma tam belə rahat da düşünmürüm. Qrammatikaya da vaxt ayırın, çünki elə qrammatika suallar olur ki, Azərbaycan dilində həqiqətən düşündürücü və çaşdırıcı məqamlar olur. Ümid edirik ki, salmasınlar buraxılışa, amma düşər də belə, ona görə də toplulardakı material tam mənimsəyin qrammatikadan da yola verməyin, yəni. Bir dəfə bitirin, yəni.
Azərbaycan dili deyib üstündən keçməyin. Və keçirik 4-cü başlığımıza, mətn bacarıqları. Mətn bacarıqları isə deməli dostlar, bilirik ki, mətnlər bizə nə verirdi? 75 bal. Və həmin bu 75 bal toplamaq üçün mətnləri əlbəttə ki, lap güclü olmalı. Yəni mətndən bir problemimiz olmamalıdır ki, bal toplayasınız. Mən məsələn 9-cu sinifdə 297 bal toplayanda orada 3 bal qırılmışdı. O da mətnlərdən idi elə. Yəni 2.9 bal bir qapalı mətn sualı verirdi məncə. Məncə elə verirdi yəni. Və mətnlərdən deməli bal toplamaq üçün də mətn işləmək bacarığınız güclü olmalıdır. Bir də ki, hər sual tipinə hazır olmalısınız mətndən üzrə. O belə deyək də yaradıcılıq haqqında danışacağam. Hətta burada qeyd edeyim. Yəni o haqqında da biraz məlumat verəcəm, amma bir dənə bunu qeyd edək. Sual tipləri necə olur? Mətnlərdə bizim sual tiplərimiz çoxlu sual tipi var. Məsələn, müddəa fakt sualları olur. Bunlara hazır olmalısınız. Ehtimal, məsələn, mətnə görə ehtimaldır, mətnə görə faktdır. Bu tip suallar qarşımıza çıxa bilər. Müddəa verər, deyər faktlarla əsaslandırın. 2 fakt verər, deyər buna uyğun müddəa tapın. Yəni bu tip sualın incəliklərinə fikir verin. Yəni üstündən keçməyin. Çünki məsələn mən bunları həqiqətən çox dərinliklə işləyən biriyəm. Məsələn belədir. Dində xüsusən məsələn dində sualı işləyəndə, cavabı yoxlayanda düzdür biz hazırlıqla yoxlayırıq zaten bunları. Amma məsələn bəzən elə olur ki, sual məndə müəmmalı qalır ya məsələn tipi xoşuma gəlir sualın, həqiqətən qəribə fərqli tip sualdır. Onu görə özüm də yoxlayıram, baxıram ki, dim necə götürüb. Yəni o tutuşturma lazımdır ki, sual tiplərinə tam hazır olasınız. Yəni üstündən keçmək olmaz. Ona görə də sual tiplərində hazır olmalıyıq. Sonra məsələn silogizm sualları bəzən bizə düşür, Sinkvein sualları düşür. Bunlara da hazır olmaq lazımdır, başa düşmək lazımdır. Klassik falan o qədər ağır deyil, zaten rahatdır. Amma əsasən o məsələn Sinkvein sualı o qədər dində o qədər görməmişəm. Amma silogizm sualları qəşəng suallar olur. Amma məsələn bəzi şahidləri görmüşəm ki, həll edə bilmir silogizm, amma mənə görə yəni ən rahat belə deyək də sual tipindən biri deyil. Belə, bir də yaradıcı yanaşma var suallara. Mətn suallarında. Bilirik ki, bizdə mətn suallarında 10 açıq sual olur. 5 bunda, 5 onda. Bir bəddidə, bir dənə publistik mətndə 10 dənə ümumiyyətlə açıq sual olur. Və həmin bu 10 dənə açıq sualı yazmaq üçün əzbərçilikdən uzaq olmaq lazımdır. Yəni müəyyən qaydalar var ki, onları əzbərləmək olmur, amma mətn suallarında biraz necə sual tiplərini nəzərdə tuturam, hamısına yox. Məsələn, bəzi suallar olur ki, o heç mətndə elə bir cümlə seçin ki, qüsurludur. Qüsurları düzəldib yazın. Norma pozan cümləni seçin, normala uyğun düzəliş etməklə tamamlayın. Mətnin məsələn üslubuna uyğun olmayan cümləni seçin. Bu tip suallar heç bunlar yox. Amma bəzən bizdə olur da bir dənə sual. Mətnə əsasən bu aforizmi belə deyək də, bu aforizmi mətnlə əlaqələndirin. Məsələn, bax bu sual tipi var. Burada məsələn biraz yaradıcılıq tətbiq olunur ki, şagird onu o sualı yazanda biraz belə deyək də elə yazsın ki, cümləni həqiqətən onu yoxlayan da ona tam bal versin də. Yəni bu sual tiplərinə biraz diqqətli yanaşın. Yəni bu tip biraz yaradıcı sual tipləri olur. Ki şagird orada yoxlasınlar ki, məsələn şagird fikrini ifadə edə bilirmi? Belə söz belə deyək də söz dairəsi genişdirmi? Yəni sözlərin leksik mənalarına bələddirmi? Çoxlu belə cümlələr qura bilirmi? Qəşəng cümlələr, sadə cümlələr, əlbəttə nəzərdə tutulan burada mürəkkəb belə maraqlı cümlələr qura bilirmi? Sonra məsələn bax belə sual tipləri olur ki, bədii bir mətn verir və mətnin içində bir dənə cümlə verir, amma cümlə bədilik cəhətdən biraz az zəif qalır. Yəni bədilik yoxdur o cümlədə. Sözlər ancaq informativdir. Sən deyir ki, bunu mətnin üslubuna uyğun zənginləşdirib yazın və ya mətnin üslubuna uyğun təkmilləşdirib yazın. Bu tip sual tiplərində də deməli yenə biraz yaradıcılıq tələb olunur. Buna görə də Azərbaycanla düzdür biraz az qalıb artıq imtahana, kitab oxuyun deyə bir tövsiyə verə bilmərəm, amma söz bazanız həqiqətən güclü olmalıdır. Biraz da belə deyək də danışarkən məsələn özünüzü ifadə edə bilirsinizsə, əgər fikrinizi rahat ifadə edə bilirsə, yəni belə deyək də biraz qəribə oldu, şərt oldu. Əgər belə bir istedadınız varsa, bu tipdə yaxşısınızsa, onda açıq sualları da həqiqətən qəşəng ifadə edib yaza biləcəksiniz. Çünki elə sual olur ki, məndə də olur məsələn. Sualı oxuyuram, bilirəm necə cavab verəcəm, amma fikrimi necə ifadə edeyim ki, belə qəşəng cümlə olsun, o eləmək bəzən çətin olur. Ona görə də bu tip suallara biraz vərdiş eləyin. Həqiqətən o yazarkən o cümlənin bədiliyinə, emosional alınmasına və yaxud əsaslandırma suallarında o əsaslandırarkən qəşəng cümlələr qurmağa fikir verin. Çünki Azərbaycan dili bizə əlbəttə 75 bal verir. Çox şagird də ki, elə topladığı bal mətnlərdən gəlir. Məsələn, çox şagird nə mənada deyirəm? Məsələn, oxumayan şagirdlər olur da bilir ki, riyaziyyat ingiliscə zəifdir, bacarmır bu fənləri. Amma Azərbaycan deyir ki, toplayacağam elə mətnlərdən də toplayacağamsa. Amma gedin mətndən toplayacağınızın da maksimumunu toplayın da. Yəni o sual tiplərində hazır olun. Yəni hər sual tipinə hazır olun. Bu qədər.
Artıq az qalıb buraxılış imtahanına və mən də düzün desəm mənim də yəni qorxduğum elə mətnlərdir. Yəni belə idi. Çünki mətn haqqında biz dəqiq fikir söyləyə bilmirik də. Riyaziyyat belədir ki, orada dəqiq sualın cavabı məsələn A-dır, bitdi, belədir. Sualın cavabı 12-dir, bitdi. Amma Azərbaycan dilində tam rahat inana bilmirik də ki, bu sualı tam verəcəklər. Yəni budur, bitdi deyə bir şey yoxdur. Müxtəlif belə deyək də formada təzahür edə bilər fikirlərimiz. Ona görə də dəqiq, yəni mən də Azərbaycan dilində, yəni belə deyək də Azərbaycan dilində heç vaxt yəni tam özümə güvənə bilməmişəm. İnşallah ki, buraxılışda yaxşı olar. Bu qədər göstərəlim, bu qədər idi. Bunları əgər riayət danışa bilmədim artıq. Əgər bunlara riayət eləsəz, deməli balınızı biraz da artıra bilərsiniz. Ona görə də çalışın bu tövsiyələrimə də fikir verin. Bu qədər. Ümid edirəm ki, video sizin üçün maraqlı oldu. Maraqlıdırsa videoya like atmağı və kanala abunə olmağı unutmayın ki, bundan sonra da davamlı olaraq videolar çəkim. İmtahan yaxınlaşdıqca davamlı olaraq bu tip videolar çəkəcəm. İnşallah gələn həftənin bu günü də ingilis dilinin haqqında video çəkmək istəyirəm. Orada da listening, reading bacarıqlarını necə inkişaf etdirmək olar, demək qrammatikanı necə inkişaf etdirmək olar. Biz ingilis dilində o qədər qrammatika yormuş aydır əsasən. Listening problemi olur bəzən. Bu haqda da bir video çəkmək istəyirəm. Çəkəcəm bazar günü gələn həftənin. Ondan sonra da başqa tip videolar çəkmək istəyirəm. Ona görə çalışın ki, əgər mümkündürsə rəylərdə öz fikirlərinizi yazın. Necə videolar istəyirsinizsə mənə bildirin ki, mən də həmin tip videolar sizinlə paylaşım və faydalı olsun. Bu qədər izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun. Gələn videolarda görüşənədək.